Salam dəyərli şagirdlər və abituriyentlər. Dövlət İmtahan Mərkəzi test topusu ikinci hissədən davam edirik. Deməli, mübtədaya və e, mübtəda və onun ifadə vasitələrinə aid olan testlərin izahına baxacağıq indi. Bu tipli izahlan test gəlməyini istəyiriksə, dəstək olmaq üçün abunə olmağı və videolarımızı paylaşmağı unutmayın. İndi isə gəlin başlayaq testlərimizin izahına. Deməli, uşaqlar, birinci sualda deyir ki, mübtəda sual əvəzli ifadə olunmuş cümləni müəyyən edin. Kimdir? Gələn. Burada mübtəda nə idi? Fe'l sifətli ifadə olunub, eləmi? Dəfn olunmuşdur kim? Hüseyn Cavid. Burada isimlə ifadə olunub. Axtarır kim? Qardaşın nəyi axtarır? Buradakı nə? Tamamlıqdır. Eləmi? Mübtəda qardaşın da isimdir. Maraqlandırır nə? Görürsən, sual əvəzli oldu. Mübtəda cavab D variantı. Həsən necə adamdır? Kim? Həsən burada da isimlə ifadə olunub. Mübtədası sifətlə ifadə olunan cümləni müəyyən edin. Gəlin baxaq. Gözəllərin seyrangahı. Bu ismi birləşmədə ikisi birlikdə olur xəbər. Namərd dar gündə aradan çıxandır. Kim? Namərd. Eləmi? Aradan çıxan kim? Namərd. Mübtəda nədir? Namərd. Namərd də nədir? Sifət. Cavab oldu 2 dənə B variantı. Hər şey sənin düşündüyün qədər asan deyil. Nə? Hər şey. Əvəzlik. Azalıb nə? İnsaf. Eləmi? İsimdir. Düşdü kəməndə kim? Çoxları. Bu da saydı. Mübtədası fe'l sifətlə ifadə olunmuş cümləni müəyyən edin. Yolun sürüşkənliyi hamı üçün təhlükə yaradırdı. Yaradırdı nə? Təhlükə. Yox, bir dəqiqə, təhlükəni, eləmi? Nə? Yolun sürüşkənliyi. Burada ismi birləşmədə ifadə olunub. Oxuyan müğənnini tanımırdıq. Kim? Biz. Hansı müğənni? Oxuyan burada fe'l sifət burada şeydir. Təyindir. Uşaqların hamısı sevinir. Kim? Uşaqların hamısı. İsmi birləşmədir. Demək, hiss olunurdu nə? Küsəyən olmağı feillə ifadə olunub burada. Çalışan kim? Çalışan feil sifətlə ifadə olundu. Cavab oldu E variantı. Su sıçrantılarının yuduğu göyərtədə dayananlar kim? Dayananlar feil sifət tərkibindən ifadə olundu. 4-də oldu cavab D variantı. Şəhidi olmayan torpaq. Nə? Torpaq. Hansı torpaq? Şəhidi olmayan. Uşaqlar, bu da şəhidi olmayan təyindir. Mübtəda nədir? Torpaq. Bu da isimdir. Cavabımız olacaq D variantı. Bəzən uşaqlar hamısını birgə götürür, amma bunların hamısını birgə götürmək üçün bir səbəb yoxdur. Yəni ismi birləşməlidir ya da feili birləşmə olmalıdır. Mən iki sözü birlikdə bir cümlə üzrə götürüm deyə. Hərflərin sırasını biləndə lüğət üzrə işləmək asan olur. Nə? Lüğət üzrə işləmək. Məsləhət tərkibi. Təbiətin bütün sirlərini kəşf edən insandır. İnsandır. Kim? Təbiətin bütün sirlərini kəşf edən. Nə oldu? Fe'l sifət tərkibi. Bəzən fe'l sifət tərkibi variantda olmaz. Fe'l sifətin özü olar. Bir də fe'li birləşmə olar. Belə çaşdırırlar uşaqlar arada. Sən təbii ki, fe'li birləşmə variantını götürəsən, fe'l sifət götürməyəsən. Çünki burada tərkibdə axı. İndi orada Gülgəzin bayaq dayandığı yerdə başqası dayanmışdı. Kim? Başqası. Başqası nədir? Sifət. 8-də oldu D variantı. Sonra mənəvi təkəmmülün zirvəsinə çatmaq hər insana nəsib olmur. Nə? Mənəvi təkəmmülün zirvəsinə çatmaq. Məsləhət tərkibi. İşlədiyi idarənin maliyyə yardımı Kərəmin xaricdə təhsil alması üçün şərait yaratdı. Nə? İdarənin maliyyə yardımı. İdarənin yiyəlik yardımı mənsubiyyət ismi birləşmədən ifadə olunur. Demək, jurnalın nəşrinə başladı kim? Əlibəy Hüseynzadə. Bu da mürəkkəb adlı ifadə olundu. Bütün şagirdlər üçün vacibdir. Nə? Diqqətli dərs oxumaq. Dərsi diqqətli oxumaq, daha doğrusu məsləhət tərkibi ilə ifadə olundu. O da atası kimi kapitan olmaq, gəmi sürmək istəyirdi. İstəyirdi kim? O. Bax, kapitan olmaq, gəmi sürmək, bunlar tamamlıqdır. Kapitan olmağı istəyirdi, gəmi sürməyi istəyirdi. Tamamlıqdır. Burada mübtəda nədir? O. O da nədir? Əvəzlik. Şəxs əvəzlik. Cavab olacaq 13-də B variantı. Hamıdan artıq ürəklə və həvəslə işləyən Rəhman idi. Rəhman idi kim? İşləyən. Eləmi? Hamıdan artıq ürəklə və həvəslə işləyən hamısı birlikdə oldu nə? Fe'l sifət tərkibi mübtəda. Sonra uşağı erkən böyütmək onun gələcəyi məhv etməkdir. Nə? Uşağı erkən böyütmək. Məsləhət tərkibi. Məstərlə yox uşaqlar. Tərkibi ilə. Sonra dünəndən bəri eşitdiklərim səni də təəccübləndirəcək. Nə? Dünəndən bəri eşitdiklərim. Dık plus mənsubiyyət nədir? Fe'l sifət tərkibi.
Yaralı ağrıdan sızıldayırdı. Kim yaralı? Yaralının hansının səsli sifət? Kimsə ona cavab verir. Mübtəda vəzifəsində də amma bilir ki, sifətdir də. Mübtədası sifətlə ifadə olunan cümlə demək hamımızın borcudur. Nə? Yaşıllığı qorumaq. Məsləhət tərkibi ilə demək gənclərə edilən qayğı qiymətləndirildi. Qiymətləndirildi nə? Qayğı isimdir. Sevinirdi kim? Hamı əvəzlikdir. Meydan atıldılar. İgidlər bir andaca meydan kim? İgidlər. İgid nədir? Sifətdir. Cavab D variantı. Hər kəs işin sonunu gözlər. Kim? Hər kəs əvəzliklə ifadə olundu. Mübtədası məstər tərkibi ilə ifadə olunmuşdur. Baxaq. Tələbələrə məqalə yazmağı elmi rəhbərləri tapşırmış. Kim? Elmi rəhbərləri. İsmi birləşmə. Demək, tələbə olmaqdır nə? Sevincin məqsədi. İsmi birləşmə. Akademiyanın tələbəsi olmaq. Tələbəsi olmaq 1, akademiya 2. Bunlar nədir? Məstər tərkibi. Mübtədadır. 19-da C variantı olacaq cavabımız. Hansı cümlədə mübtəda feil sifətlə ifadə olunmuşdur? Sizin sözünüzün kəsəri azdır. Demək, sizin söz azdır nə? Sözünüzün kəsəri. İsmi birləşmə. Dünyadakı soydaşlarımızın əsas dərdi vətən dərdidir. Vətən dərdidir nə? Dünyada soydaşlarımızın əsas dərdi. Dünyadakı təyin olacaq. Demək, yəlik mənsubiyyət bu oldu. İsmi birləşmə. Söz var, kəsər, gələr, keçər. Söz var, dələr, keçər. Nə? Söz. Eləmi? İsimlə ifadə olunub. Oğul tərbiyəli və intizamlı olmalıdır. Kim? Oğul. İsimlə ifadə olunub. Mərd olar. Kim? Sevən. Bu da nədir? Feil sifətlə ifadə olunub. Cavab oldu E variantı. Hansı cümlədə mübtəda zərflə ifadə olunub? Məktəbimiz yuxarıda parkın yaxındadır. Nə? Məktəbimiz isimdir. Uşaq isimdir. Eləmi? Uğur qazana bilmirlər. Kim? Tənbəllər. Tənbəl sifətdir. Aşağılar demək nədir? Zərfdir. Mübtəda vəzifəsindədir. Və enir hara? Burada deyəsiniz haraya enir, aşağıya enir. Harayadan əvəz edə bilirəm deyə zərfdir orada. Yəni zərflikdir. Ləngimək ölümə bərabərdir. Nə ləngimək? Burada məstərin özü ilə ifadə olunub artıq. Məstər tərkibi ilə yox. Demək, hansı bənddə cümlə mübtəda səhv göstərilmişdir? Baxaq. Gözəldir nə? Topqapı sarayının tavanı. Topqapının sarayı, sarayının tavanı. İsmi birləşmə damısı düzdür. Demək, dinclik gətirmişdi nə? Bağın sərinliyi düzdür. Görünürdü nə? Daxma ağaclar. Eləmi? Küçəyə şığıdı kim? Adam. Demək, Muradı Bağdada o özü çağırmışdı. Kim? O. Görürsən, əvəzlik budur. Mübtəda budur. Muradı tamamlıq. Cavab oldu E variantı. Hansı cümlədə mübtəda ismi birləşmə ilə ifadə olunmuşdur? Demək, sınaq meydanı vətən uğrunda, azadlıq uğrunda döyüşlər gedən yerlərdir. Nə? Sınaq meydanı. Hara? Demək, elə ismi birləşmə ilə ifadə olunub mübtəda. Eşitdiyinə inanma, gördüyünə inan sən. Eləmi? Mübtəda yoxdur, buraxılıb. Məmmədə qeyrət halal olsun sən. Doğrudan da Məmməd Əli qeyrət helal olsun sənə. Nə qeyrət burada? İsimdir, eləmi? Oldu. O vaxtlar Azərbaycanı müstəqil dövlət kimi görmək hamımızın arzusudur. Nə? Azərbaycanı müstəqil dövlət kimi görmək. Məstər tərkibi. Dünən baş verən bütün hadisəni dostuna danışdı. Kim? O. Mübtəda yoxdur. Sonra mübtədası mücərrəd mənalı isimlə ifadə olunmuşdur. Hər oxuyan onunla pənah olmaz. Kim? Hər oxuyan feil sifətdir. Yaşamaq məstərdir. Yaxşılıq nədir? İsimdir, eləmi? Və mücərrəd isimdir. Cavab olacaq C variantı. Hansı cümlə mübtədası feil sifət tərkibi ilə ifadə olunmuşdur? Xeyirxah işlərlə məşğul olanları qorumaq lazımdır. Nə? Xeyirxah işlərlə məşğul olanları qorumaq. Məstər tərkibi. Bu işləri görən şəxs kim? Şəxsdir. Hansı şəxs bu işləri görən? Demək, feil sifət tərkibi burada təyindir. Milli teatrımıza əsasını qoyanlar, unudulmayacaqlar. Kim? Qoyanlar. Yəni, feil sifətin mübtəda olması üçün ismin xüsusiyyətini daşıması lazımdır. Cavab olacaq C variantı. Hansı bənddəki cümlənin mübtədası feili birləşmə ilə ifadə olunmuşdur? Demək, mübtəda. Salatın göz yaşlarına baxmayaraq anası
İnadından dönmədi. Kim anası isimlə ifadə olunub. Qamışlıqdan səs gəldi. Gəldi nə səs? Bunu görən Çərkəz özünü saxlaya bilmədi. Kim? Çərkəz. Ağacların kölgəsi uzanıb çarpazlaşmış və küçəyə sərilmişdi. Nə? Ağacların kölgəsi. Buranı salamat keçmək evə çatmağa bərabər idi. Nə? Buranı salamat keçmək məsləhət tərkibi ilə ifadə olunub. Cümlələrdən birində mübtəda buraxılmışdır. Sizi də indi çağıracaqlar. Qeyri-müəyyən şəxsi cümlələrdə mübtəda buraxılmışdır kimi düşünülmür. Uşaqlar elə götürmürlər. Yəni keçən iki test topusunda, 2023 test topusunda belə bir test var idi. Yəni burada iki cavablı kimi düşünürdük, amma qeyri-müəyyən şəxsi cümlə olduğu üçün bunun mübtədası buraxılmışdır kimi götürülmür. Gözəl şairimiz Söhrab Tahirin anasının gəlişini hamımız yaxşı xatırlayırıq. Kim? Hamımız. Demək, budur. Dəfələrlə Bakı gəmi limanından körpeşman geri qayıtmışdıq. Kim? Biz. Şəxs əvəzdəki mən, sən, o, biz, siz olan bərpa edə bilirsənsə, mübtədası buraxılmışdır kimi götürülür. Mübtədası feili birləşmə ilə ifadə olunmuş cümləni müəyyən edin. Demək, mükafat aldılar. Kim? Olimpiyadada iştirak edənlər. Elə feili sifət tərkibidir. Cavabı A variantıdır. Demək, hörmətlə qarşıladılar. Kim? Onlar. Gözləyənlər içəri dəvət etdilər. Onlar. İştirak edənlər hədiyyə verildi. Demək, burada mübtəda yoxdur. Demək, şəxsi cümlədir. Müsabiqədə qalib gələnlərdən müsahibə aldılar. Kim? Onlar. Mübtəda heç birisində yoxdur bulan. Mübtədaya aid edilmiş əlamətlərin biri səhvdir. Xəbər mübtəda ilə şəxsə və keyfiyyətə görə uzlaşır. Bəli. Mübtəda hansı şəxsdədirsə, xəbər ona uyğun şəxsdə olur. İsmi birləşmə ilə ifadə oluna bilir. Düzdür. Cümlə ən müstəqil özüdür. Mübtəda düzdür. Ayrı-ayrı nitq hissələrinə ifadə olunur. Düzdür. Feili birləşmə ilə ifadə oluna bilmir. Niyə olmasın? Deyilə buradakı variantda feili birləşmə ilə ifadə olunub. 30-da da olacaq cavabımız E variantı. Mübtədası feildən düzələn isimlə ifadə olunmuş. Cümləni müəyyən edin. Feildən düzələn isimlə ifadə olunmuş. Demək, böyüklər bizim hüquqi tələblərimizi nəzərə aldılar. Kim? Böyüklər. Böyüməkdən böyük. Burada feildən düzəlmiş sifətlə ifadə olunub. Mənə deyir, feildən düzəlmiş isimlə olsun. Getdi. Görüş heç kimin gözləmədiyi qalmaqalla baş çatdı. Nə? Görüş. Görməkdən görüş. Feildən düzələn isimlə ifadə olunub. Cavab B variantı. Demək, idmançıları inadlarını döndürə bilmədi. Nə? Havanın soyuqluğu. Burada ismi birləşmələ ifadə olunub. Nə? Yarış. Sadə isimlə ifadə olunub. Lazımsız əşya kimi bir küncə atılmışdı. Nə? Aparatla. Burada da sadə isimlə ifadə olunub. Cümlələrin birində mübtəda söz birləşməsi ilə ifadə olunmamışdır deyir. Onun rahat qoymur. Nə? Ürək ağrısı söz birləşməsidir. Demək, ana qucağı qədər istəyirdi. Nə? Vətənimizin hər yeri ismi birləşmədir. Qonağı heyrətə gətirmişdi. Nə? Bu yerlərin gözəlliyi ismi birləşmədir. Koroğlu el qəhrəmanı kim? Koroğlu burada mübtəda söz birləşməsi ilə ifadə olunmayıb, isimlə ifadə olunub. Tikinti işləyənlər bizim bir briqadanın fəhlələridir. Kim? Tikinti işləyənlər feil sifət tərkibi ilə ifadə olunub. Mübtəda feili birləşmə ilə ifadə olunmuşdur deyir. Demək, dağ havası onun əsəblərini sakitləşdirdi. Nə? Dağ havası ismi birləşmədir. Sınağa dözür. Kim? İradəsi güclü olanlar feil sifət tərkibidir. Cavabımız oldu B variantı. Səlim qızına ad gündə qızıl saat bağışladı. Kim? Səlim isimlə ifadə olunub. Hamı əvəzliklə ifadə olunub. Demək, nə? Onun şöhrəti. Bu da ismi birləşmə ilə ifadə olunub. Hansı cümlədə feili birləşmə mübtəda vəzifəsində işlənir deyir. Düşman hücumundan müdafiə olmağı bacarmalıyıq. Kim? Biz. Burada mübtəda yoxdur. Türk dili xalqların ortaq abidəsidir. Nə? Kitabi-Dədə Qorqud dastanı. Bu nədir? İsmi birləşmə ilə ifadə olunub. Buna görə bu da getdi. Dərslərdə müxtəlif üsullardan istifadə etməyin faydası çoxdur. Çoxdur. Nə? İstifadə etməyin faydası ismi birləşmə bu da. Axundzadənin həyatını tədris edərkən onun səyahətləri barədə məlumat verirəm. Kim? Mən. Mübtəda yoxdur. Qaldı cavab E variantı. Gənc nəslin dünya görüşünü formalaşdırmaq hər birimizin borcudur. Hər birimizin borcudur. Nə? Gənc nəslin dünya görüşünü formalaşdırmaq. Məsləhət tərkibi, yəni feili birləşmə. Nə gözəldir dinləmək suların nəğməsini. Gözəldir nə dinləmək. Burada məslərlə ifadə olundu. Nə mi? Yox. Suların nəğməsini dinləmək. Məslər tərkibi ilə ifadə olundu. Demək,
Suların nəğməsini dinləmək nə gözəldir. Bu şəkildə olmalıdır cümlə. İnversiya var. Bəri bax, igid yaraşmaz, igidə yaraşmaz, nə arxadan vurmaq. Burada məstərlə, yox, məstər tərkiblə ifadə olunur, yəni feili birləşmə. Görürsünüz, məstərin özünü yazıb, amma tərkibini yazmayıb. Feili birləşmə variantı verib, görün, tapacaqsan. Öz saadətinin başqasının bədbəxtliyi üzərində quranlar. Kim? Feil sifət tərkibi. Cavab oldu A variantı. Bu rahat bir sual idi. Sonra. Mübtədası ismi birləşmə ilə ifadə olunan cümləni müəyyən edin. Aktyorun səhnə taleyi də keşməkeşli əzablı olmuşdur. Nə? Aktyorun taleyi. Burada elə ismi birləşmədən ifadə olundu. Təbiət yuxudan ayılan körpə kimi xumarlandırdı. Nə? Təbiət isimlə ifadə olundu. Gəldi nə? Səs. Özünün məhəbbət nəğməsini oxudu ki, nə? Quşcuğaz. Sualmadığı üçün taxıl yanıd, nə taxıl isimlə ifadə olundu. Mübtəda haqqında verilən fikirlərdən hansı səhvdir deyir. Səhv fikirləri müəyyən edin deyir. Demək, kim nə, bəzən harası olan cavab verir, düzdür. Bütün ismi və feili birləşmələr cümlədə mübtəda vəzifəsindən feili birləşmədən feili bağlama tərkibi cümlədə nə olur? Zərflik. Ona görə cavab olacaq B variantı. Ən müstəqil üzvdür, düzdür. Qrammatik cəhətdən heç bir üzvdən asılı deyil. Haqqında danışan şəxsi və əşyanı bildirir. Bunu yadda saxlayın. Bəzən testdə çıxır. Mübtəda haqqında danışan şəxsi və əşyanı bildirir. Bütün əsas nitq hissələri ifadə oluna bilir. Düzdür. Hansı cümlədə fərqləndirilmiş söz mübtədadır? Haraya sualına cavab verə bilmirsə, deməli mübtədadır. Oraya getmək heç də göründüyü kimi asan deyil, görsən. Buraya gələndə hamımızı görməyə arzulayırdım. Oraya çatınca çox vaxt itkisinə yol verdik. Buraya gələndən sonra oxumaq həvəsim artmışdı. Buraya bizim keçmişimizin yaşadığı yerdir. Alınmır, gördün artıq. Alınmış oldu mübtəda. Dağdan axıb gələn suların şırıltısı Gülsəri məst eləmişdi. Nə? Dağdan axıb gələn suların şırıltısı ismi birləşmə. Bu feil sifət tərkibi mübtədadır. Burada daha doğrusu təyindir. Mübtəda burada nədir? Suların şırıltısı, yəni ismi birləşmə. 3-ə olacaq A variantı. Atlı və piyada sərhədçilərin bizim balaca qəsəbəmizdə qalmaqlarının səbəbini biz indi anlamaqda idik. Kim? Biz. Əvəzliklə ifadə olundu. 2-yə B variantı. Bu dəfə səssizlikdir. Qapını açan, qabağa çıxan yox idi. Yox idi. Kim? Qapını açan, qabağa çıxan. Yəni feili birləşmə ilə ifadə olunub. 4-də də olacaq cavabımız C variantı. Demək. Sonra onlar məktəbə təhsilə meyilləndikcə gələcək daha parlaq görünməyə başlayır. Nə? Gələcək. İsimlə ifadə olundu. 1-də. Görüş od üstünə atılmış bir damcı su kimi həsrətimizi alovlandırıb cızırdağımızı çıxarmışdı. Nə? Görüş. Ne deyil? Bu da isimdir. Bir onda 2 dənəsi olacaq. D-Y. Bir 2 dənə var. D-Y elə buradadır. 2-yə B-dir, bəli. 3-ə A-dır, düzdür. 4-ə C-dir, bəli. Cavab B variantı. Elə bildim hərəsində bir dənədir. Hansı cümlə mübtədası ismi birləşmə ilə ifadə olunub? Xəzərə zillənən gözlər hələdən nigarə idi. Nə? Gözlər. Hansı gözlər? Xəzərə zillənən. Sonra. Onun dənizə baxan gözlərini görmək indi mənim üçün həyatın özü demək idi. Nə? Həyatın özü mənim üçün həyatın özü demək idi. Nə? Onun dənizə baxan gözlərini görmək. Hansı birlikdə nədir? Məsləhət tərkibi mübtəda. Düşündüklərini həyata keçirmək arzusu. Keçirməyin arzusu. Bax, bu nədir? İsmi birləşmə. Cavab olacaq variantı. Əsas tərəfi isimlə ifadə olundu. Aslı tərəfi məsləhət tərkibidir. Anasının xatirlərini qulaq asmaq onun yeganə təsəllisi idi. Nə? Anasının xatirlərini qulaq asmaq. Feili birləşmə.
Gördük kim? Biz mübtəda yoxdur. Cavab oldu C variantı 42-dən. Nümunələrdə işlənmiş mübtədalardan biri ifadə vasitələrinə görə digərlərindən fərqlənir. Qələbə çalmış ordu şəhərə daxil oldu. Kim? Ordu. İsimdir. Gələn qonaqları yüksək rütbəli zabitlər qarşıladılar. Kim? Zabitlər. Bu da isimdir. Axşamdan əsən güclü külək, yenicə sakitləşmişdi. Nə? Külək. Bu da isimdir. Ağacın budaqları yüngülcə yerlənir. Nə? Ağacın budaqları. Cavab D variantı olacaq. Çünki bu ismi birləşmədə artıq. Əskərlər gülçəklə qarşılandılar. Kim? Əskərlər. Burada da isimlə ifadə olunub. 44-dən artıq açıq testlərdir. Aslı tərəfi qeyri-müəyyən yəylik halda olan söz birləşməsi mübtəda vəzifəsi nədir? İkinci növ təyin söz birləşməsi istəyir də bir növ. Uşaqlıq xatirələri yada düşəndə onu kədər bürüyürdü. Demək, nə zaman? Uşaqlıq xatirə yada düşəndə. Bura kimi zərflikdir. Burada bu var idi, amma o da zərfliyin tərkibindədir. Bürüyürdü, nə? Kədər. Bu getdi. Lal suları yarıb şütüyən qayıq. Bu da qayıqdır. Kənd cavanları ona kömək etdilər. Kim? Kənd cavanları. Kəndin cavanları. Bu olar. Gələn biçilmiş ot qoxusu başını gicələndirdi. Nə? Ot qoxusu. Otun qoxusu. Demək, başını gicəlləndirdi. Bu da olar. Demək, burada cavabımız nə olacaq? 3 və 4. Sonra söz birləşməsi ilə ifadə olunmuş mübtədanın işləndiyi cümlə. Güllərin və ağacların üzərinə axşam kölgəsi çökdüyündən bağça daha böyük görünürdü. Hara bağça? Onun saçları dağılmış, gözləri ağlamaqdan şişmişdi. Dağılmışdı. Nə? Onun saçları. Elə? İsmi birləşmədə ifadə olundu. Qoca öz həyəcanının səbəbini bu əzik kağızda tapacağını şübhə etmədi. Qoca sifətlə ifadə olunur. Göydə xəyal kimi asılıb qalmış təzə ay get-gedə işıqlanırdı. Nə? Ay. İsimlə ifadə olunub. Gecənin qaranlığında ara bir it hürüşməsi eşidilirdi. İtin hürüşməsi eşidilirdi. Məryəmin səsini ucaltmaq istəməməsi Səlimi daha da ürəkləndirdi. Nə? Məryəmin səsini ucaltmaq istəməməsi. Burada fe'l birləşməli ifadə olunur. Demək 2, 5, 6. O və bu əvəzliklər mübtəda kimi işlənmişdir. Sualından tutacaqsan. O bizim həyata keçirdiyimiz tədbirlərdən biri idi. O bizim həyata keçirdiyimiz tədbirlərdən biri idi. Mübtəda kimi işlənmişdir. Bu da uşaqların hazırladığı modeldir. Nə? Bu, nə? O heykəl böyük Sabirə qoyulmuş abidədir. O heykəl. Hansı heykəl? Bu heç kimi yolundan döndərə bilmədi. Nə? Bu. O gəmi dənizin digər sahilinə üzür. Hansı gəmi? O gəmi. Bu da oldu təyin vəzifəsində. Nə deyir? O, bu və əvəzliklər mübtəda kimi işlənmişdir. 1, 2, 4. Sonra hansı nümunələrdə mübtəda ismi birləşməli ifadə olunmuşdur? Çox mərtəbəli hündür binaların damı ağ qarla örtülmüşdü. Nə? Binaların damı. İsmi birləşmədən ifadə olundu. Tapşırıqları vaxtına yerinə yetirmiş şagirdlər imtahandan azad olunurlar. Kim? Şagirdlər. Demək, hansı şagirdlər tapşırıq vaxtını yerinə yetirmiş? İsmi birləşmə ilə ifadə olunsun deyə 2 getdi. Sonra bağça müdürü Sona valideynləri mehribanlıqla qarşıladı. Kim? Sona. Bu da getdi. Səhər bulaq başına gələn gözəl qız incə əlləri ilə bir dəstə bənövşə topladı. Kim? Qız. Yaxın adamların narahatlığı onu heç düşündürmürdü də. Nə? Adamların narahatlığı. 1-5. Sonra mübtədası söz birləşməsi ilə ifadə olunmuş ismi xəbərli cümlələri müəyyən edin. Həm ismi xəbərdir, həm mübtəda ismi söz birləşməsi ilə ifadə olunsun. İbarət deyil ki, otağı dağı açıq idi. Demək, kəsilərdi. Bu heç 4'ü götürə bilmərəm. Burada idarə heyətin bir üzvü də Barış idi. Barış idi. Kim? İdarə heyətinin bir üzvü.
söz birləşməsi ilə ifadə olunur. Məsələn, 5-i götürəcəm. Sonra Azəri yurdunun oğluyam mən. Azərinin yurdu, yurdun oğlu hamısı birlikdə xəbər kim mən. Mübtəda söz birləşməsi ilə ifadə olunmadı. Demək, Rüstəm kişi pulu görmək üçün otağa daxil olanda qapı açıq idi. Açıq idi nə? Qapı. Bu da getdim. Sahələr, əkin sahələri təkcə bu sözdən ibarət. Nə əkin sahələri? Bu demək cavabımız nə oldu burada? 1 və 5. Kənd uşaqları əllərində dəri top meydançada qaçırdılar. Kim? Kənd uşaqları. Nədir burada ismi birləşmə? Qapıda dayananlar bizi çox hörmətlə qarşıladı. Kim? Qapıda dayananlar. Fe'l sifət tərkibi. Yəni fe'li birləşmə. Qapıya çatdığım zaman yağış iri-iri damcıların yağma başladı. Nə? Yağış isimlə. Qocalar uşaqlara faydalı məsləhət verdi. Bu sifətdir. Hamı tamaşanın film, hamı da əvəzlikləri deyil. 5, 3, 4, 2, 1, 5. Mübtəda isim, sifət, zərf, fe'l sifətlə ifadə olunan cümlələr ardıcıllığını müəyyən edir. Burada əvvəlki abidənin yerini başqası qoyulmuşdu. Yerinə qoyulmuşdu nə? Başqası. Sifətdir bu. Elə deyil. 1, 2 də olmalıdır elə bir. Bundan əvvəldə var, sonra da. Ortadakı evin pəncərəsindən 2 silahlı əskər ətrafa göz qoydu. Kim? Əskər isimlə ifadə olunub. Deməli 2 birinci olacaq. Sonra oxuyan bəhrəsini görər. Kim? Oxuyan fe'llə ifadə olunub. 3 ən axırda olacaq. Demək burada da qaldı 4 dənə. Bu bir zamana bura dünyanın, bura hara yer zərfi. 2, 1, 4, 3. Sonra axırıncı sualımıza baxaq. Ardıcıllıq. Döyüş meydanına çıxarılan yaralılar hospitala yerləşdirilirlər. Kim? Yaralılar. Yaralı nədir? Sifətdir. Demək, burada başlayır 2-dən. Kənddən gələnlər öz təkliflərini bizə çatdırdılar. Kim? Kənddən gələnlər. Fe'li birləşmə. Fe'l sifət tərkibi. Demək, 2, sonra 3. Qoca sifətdir. Eləmi? Qoca, bir dəqiqə. Qoca ev sahibi qapını açıb onları içəri baxdı. Kim? Ev sahibidir burada. Qoca təyin burada. Ev sahibi də ismi birləşmədir. 4. Qardaşımın ona etdiyi yaxşılıq heç zaman yadından çıxmırdı. Nə? Yaxşılıq. Bu da isimlə ifadə olunur. 2, 3, 4, 1. Belə uşaqlar. Mübtədaya da aid olan testlərin izahını yekunlaşdırdıq. Bu tipli izahların tez-tez gəlməyini istəyirsinizsə, dəstək olmaq üçün abunə olmağı, bəyənməyi və paylaşmağı unutmayın. Sağ olun, növbəti dərslərdə görüşərik.